Naməhrəm qadınlarla şərab məclisi, səhərə qədər yedim, içdim. Həmişəkindən normadan artıq içdim. Müvazinətimi itirdim, sərxoş vəziyyətdə. Çıxdım, evimin yolunu itirdim. Divara dəyə, gəldim, üzr istəyirəm, bağışlayın, mən bunu danışıram. Gəldim, deyir, hətta qaytardım, uzandım, deyir, haçan özümdən getmişəm, küçədə uzanıb yatmışam. Bunun məscidinin küçəsinə gəlib düşmüşəm. Deyir, uzanmışam, birdən deyir, o səhərin küləyi dəydi mənə, ayıldım, özümə gəldim. Baxdım, gördüm ki, bu ruhani oturub yerdə, başımı alıb dizinin üstünə. Başımı sığallayır, deyir, sənə qurban olum, sənin başına dönüm. Dəqiqədə bir qurban olum, başına dönüm. Nə olub sənə? Tanımır məni, bilmir mən kiməm, yoldan keçənəm. Xəstəsən, xəstələnmisən, aparım həkimə səni. Deyir, nə xəstə? Arağın iyi bir 10 metrdən vurur, bilir o mən içkiliyəm, üzümə vurmur. Birdən evə istəyirsənsə, dedim, yox, evə bu vəziyyətdə istəmirəm, aparım səni evə. Deyir, dedim, yox, istəmirəm. Bəlkə azsan, dedim, hə, biraz yiyərdim. Deyir, gəl, aparım səni evə, elə məscidin həyətində olan evinə apardı. Deyib, mənə süt gətirdi, yemək gətirdi. Bəlkə neçə dəfə bağrına basıb öpür məni üzümdən, gözümdən. Elə deyir, sənə qurban olum, sənin başına dönüm. Baxın, görün, biz beləyik ya, yox. Deyir, and olsun Allaha, yer aralansa xəzalətdən yerə girərəm ki, bu nə adamdır, bu necə adamdır? Ondan sonra dedim ki, deyəsən məclis var məsciddə, dedi, bəli. Dedi, amma sən məclisə yorğunsan, sən demir, tez düşək duaya. Sən get, dincəl, otur, gələn həftə ürəyin istəsə, keyfin istəsə, gələrsən, xidmətində olaram, qulluğunda olaram. Deyir, elə o qalan qaldım da, belə adamın yanında qalarlar da. Belə neçə nəfər adam var cəmiyyətdə ki, Allahla cəmaatı barışdırsın. Cəmaat desin ki, bu belə adamdırsa, bunun Allahı gör necədir. Biz xət çəkməyə tələsirik.